Qəbul eləsəz də, eləməsəz də biz Matrixin içindəyik uşaqlar. Matrix nədir? Biz bir video oyunun içindəyik. Video oyunun içindəyik. Bu video oyunu yaradan var. Və bu video oyuna qaydaları qoyan var. Çünki burada hər şey saat kimi işləyir. Bundan o tərəfə belə bir şey yoxdur. Sənin maksimum 3 dəfə dalbadal bəxtin gətirə bilər. Aydın olur sənə. Bu Matrixin içində qaydaları bilmək lazımdır. Qaydaları biləndən sonra sən istədiyin həyatı yaşaya bilərsən. Və sən artıq bu dünyada olan fake şeylərə siz ancaq gedin, baxın orada kredit götürülmüş və yaxud da ki arendaya götürülmüş insanlara və öz həyatınızdan nifrət eləyin. Uşaqlar, onlar hamısı fake'dir. Fake'dir onlar hamısı. Baxın, öz maşınımdır, kredit deyil, aydın olur sənə. Amma kimsə fake nəsə əldə eləyir, kimsə fake ilə yaşayır uşaqlar və fake'a görə də ona hörmət olunur. Aydın olurmu sizə? Uşaqlar, ayılın millət. Siz oyunun içindəsiniz. Bu oyunun qaydalarını bilməlisiniz və qaydalara görə hərəkət eləməlisiniz. Adi bir oyun oynayanda içinizdə video oyunu oynayan olubmu? Olub yəqin ki. Orada da qaydalar var. Sən qaydadan kənara çıxa bilməzsən. Sən haraya baxırsansa oranı da görürsən. Aydın olur sənə. Sən hansı tərəfə fokuslusansa oranı da görürsən. Arxa yoxdur. Adi maşının güzgülərinə bax, maşının güzgüləri arxaya baxan güzgülər çox balacadır. Amma gəl ginən ki qabaq güzgü labovoy naboydadır. Sən əsas qabağa baxmalısan. Arxa sadəcə nəzarət üçündür. Arxaya baxırsan, nəzarət edirsən və irəli gedirsən. Bu bir oyundur uşaqlar. Siz istədiyinizi əldə eləyə bilərsiniz. İstədiyinizi əlinizdən çıxarda bilərsiniz. Bu həyat bir qanundur uşaqlar. Mən bunu öz kitabımda tam olaraq sizə izah eləmişəm. Matrixdən çıxış mütləq və mütləq şəkildə oxumaq lazımdır. Mütləq və mütləq şəkildə. Bu sizə nağıllar aləmi deyil. Bu sizə reallığı sizə göstərən bir şeydir uşaqlar. Mən bilmirəm o kitabı mənə nə qədər icazə verəcəklər sizə verməyə. Mən bilmirəm o kitabı mən nə qədər açıq elan eləyə biləcəm, nə qədər imkanınız var əldə eləyin uşaqlar. Çünki orada olan qaydalar, orada mən göstərdiyim şeylər uşaqlar açıq yoxdur millət. Bu mənim illərlə çəkdiyim əziyyətin nəticəsi də hansı ki mən bugün sizlə paylaşıram. Həqiqətən deyirəm sizə. Yəni inanırsan, inanmırsan öz işindir. Amma bir var sən cəhd eləyəsən, bir də var ki vəbşə heç nə eləməyəsən. Onsuz da yaşadığın həyat yaşayış deyil. Heç olmasa bəlkə nəsə öyrənərsən, ağlın başına gələr.